Sağ ol qonşu, başıma dönüm. Sağ ol. O qədər çox istəyirəm qonşularımı. İşə yox, stilis Rima. Gecikirəm, sizdən ayrıla bilmirəm axı. Necə öyrəndim maşın sürməyi? Rəhmətli atamın 11-ini sürürdüm, yaz mən. 4-cü sinifdə bığlı qız idim. Çatma qaş idim, az. Muraveyin rolunu oxşuyurdu qaşım. Tükkülü qız idim. Boynumun dalının tüküləri belə saç kimi gəlib sallanırdı bura. Atamın 11-i var idi. Ya, göy rəngdə. Az onu bacım sən neynirdi? 2 təkər eləyirdi. Gəl dırnağımı düzəldi. Balam sən dırnağımı Keraya düzəltdirirəm Nərmanovda. Kera. Çox da qəşəng dırnaq ustası da. Allah bütün dırnaq ustaların ruhisini versin. Çox əziyyət çəkən dırnaq ustalarımız var ha. Onun, belə tozun, zülümün içində. Ay Allah, mən görürəm də. Çox əziyyətli işdir. Amin. Instagram 2-ci əl. Canımsan. Neynədin bacı? Aparmadın ki uşağı çöpçüyə. Aparma, yaxşı. Nərmin 3-cü uşaq istəyirsən, hə, niyə istəmirəm ki? 31 yaşım var. 36-da zatda istəyərəm, üzr istəyirəm böyüklərdən. Qurban olum Allah, Allahın verdiyi paydı da. Un nə gəzir dırnaqda? Az xəstəsən sən. Onları yonanda qalxmır göyə. İndi məcazi mənada dedim də, hisin pasın tozun içində. Az toz zad olmur dırnaq ustaların qabağı zadı. Çöpçü düzdür. Olmaz eləmə. 36-da adam uşaq doğar. Niyə doğmur ürəyim? 40-da da 45-də də ana olanlar gör. Mənim qonşum 43 yaşında ana oldu. Qızı nişanlıydı, 2-cü uşağı dünyaya gəldi, oğlu oldu. Ay bacı, çöpçü bizi öldü. Getmə Nərmin. Çöpçünün qapısına bir dəfə getdin, uşaq böyüyənə qədər orada qalasan. Az 18 yaşına qədər çöpçü yaparırlar uşaqlarına. Getmə. Mən çöpçüyəm. Həsənlə Allah ruzivi versin. Amma mən yaxşı baxmıram da. O hər üflədikcə